Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd, dəyərli qardaşlarım, xoş gördük hər birinizi. Biz 6 əsas risaləsini oxumağa davam edirik. Allahdan istəyirik ki, Allah təala bu risaləni həm bizim üçün, həm də dinləyənlər üçün faydalı etsin. Və bilirsiniz, 6 əsasın müəllifi Muhammed ibn Abdülvahhabdır və şərh eləyən də əsrimizin böyük alimlərindən olmuş Şeyx Ubeyd Əl-Cəbiridir. Allah Teala bütün böyük imamlara rəhmət etsin. Qalanlarına da Allah Teala xeyirli, bərəkətli ömür versin. Deməli, birinci qardaşlarım, biz birinci əsasda danışdıq ki, Muhammed Abdülvahhab gətirdi ki, ixlas və şirk. Yəni, birinci əsasda ixlasdan onun əksi şirkdən danışdı. Şeyx Ubeyd Əl-Cəbiri burada buyurur ki, birinci əsasda bəzi kəlmələr qalıb, deyir, onlardan danışacağım. Lakin, dəyərli qardaşlar, biz ixlasdan danışanda dedik ki, Şeyx Ubeyd Əl-Cəbiri qeyd elədi ki, ixlasın lüğəti mənası saflaşdırmaq, xalisləşdirmək, yəni qatqısız olması bir şeyin. Məsələn, xalləsəl əsəl, yəni balı xalis etdi və ya qısa olaraq desək, xalis bal və ya xalis süd. Xalis bal nə üçün deyilir? Xalis süd nə üçün deyilir? Yəni, insan müdaxiləsi yoxdur. Ora nəsə başqa bir maddə qatılmayıb. Məsələn, bala kimsə götürüb pesok qatmır və ya məsələn, südə su qatmır. Qatılmamışa nə deyilir? Xalis. Və şəri mənası, bu lüğəti mənasıdır. İxlasın şəri mənası nə idi? Yəni, ibadətləri yalnız Allahın rızası üçün etmək. Bütün ibadətləri Allah üçün etmək. O ibadətlərdə Allahdan qeyrisinin razılığını güdməmək. Məsələn, insan namaz qılanda Allah üçün qılır, oruç tutanda Allah üçün oruç tutur, sədəqə verəndə, bir zəkat verəndə, kiməsə yardım eləyəndə, orada yalnız Allahın razılığını güdür ki, mən bu əməlləri etməklə Allahın cənnətini ondan istəyib, cəhənnəmindən ona sığınıram. Və ixlas qısa olaraq babıdır. Həmçinin ixlas barədə, dəyərli qardaşlarım, elm əhli Quran-ı Kərimdən gətirdiyi ayələrdən biri və gözəl, dəqiq qeyd eləyiblər ixlas barədə. Allah Teala buyurur ki, İnnə ləkum fil ən'ami lə'ibra. Şəksiz ki və ya şübhəsiz ki, heyvanlarda sizin üçün ibrətlər var. Nusqikum mimmə fi butunihi min beyni fərsin və dəmin ləbənən xalisən səiğən li şəribin. Biz sizə heyvanların bətnindən ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən süd içirdirik. Burada qeyd edilir ki, Allah Teala ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən süd. Südü hamımız görürük. Hissi bir misaldır. Qanla ifrazat arasından gəlməyinə baxmayaraq heç bir qarşılığı yoxdur. Ona görə alimlər deyirlər ki, bu ayə ilə ixlasa dəlildir ki, insan əməlində heç bir kəsi və ya heç bir şeyi Allaha ortaq qoşmamalıdır. O qan və ifrazat südə qarışmadığı kimi, insan da əməlində və sözündə, ibadətlərində kimisə Allaha ortaq qoşmamalıdır. Və burada Şeyx Ubeyd Əl-Cəbiri buyurur ki, Muhammed Abdülvahhabın sözlərində bir neçə kəlmə qalıb, birinci əsasdan, onlardan bir danışmaq istəyirəm. Əvvələn birincisi, Şeyx buyurdu ki, Muhammed Abdülvahhab bi kələmin yəfhəmuhu əblədül əmmə. Yəni, ixlası Allah və Rasulullah elə izah eləyiblər ki, həmçinin onun əksi olan şirki. Hər kəs bunu başa düşür. Bütün insanlar, adi insanlar belə, sıravi müsəlmanlar belə bunu başa düşürlər. Şeyx buyurur ki, fəl-əmmiyyu minəl muslimin. Məsələn, müsəlmanlardan biri, İzə qultə ləhu, sən ona desən ki, Allah Teala Quran-ı Kərimdə belə buyurur. İnnəhu mən yüşrik billəh, fəqad harramallahu aleyhil cənnət. Kim Allaha ortaq qoşarsa, şərik qoşarsa, Allah ona cənnəti haram eləyir. Fəinnəhu yəfhəmu həzihi. Adam bunu başa düşəcək. Qaldı ki, elm tələbəsi bunu başa düşməz. Yəni, elm tələbəsi daha asan başa düşür bu məsələni. Lakin vaddih ləhu əşşirk. Şeyx burada qeyd edilir ki, lakin sən həmin adama deyəndə ki, sıravi bir müsəlmana Allaha ortaq qoşmaq olmaz, şirk qoşmaq olmaz. Bunu deyib dayanma. Ona başa sal ki, şirk nədir? Dəlli qardaşlar, şeyx bunu gözəl qeyd edir. Həqiqətən də belədir. Biz gərək insanlara danışanda ki, məsələn, tövhid üzərində yaşamaq lazımdır. Allaha şərik qoşmaq lazım deyil. Muhammed sallallahu aleyhi ve sellemin sünnəsi üzərində getmək lazımdır. Bu kəlmələr əslində ərəb kəlmələrdir.
İnsanlar bəzən başa düşmür. Əsasən bu kəlmələri başa düşənlər elə ibadət eləyənlərin özləridir. Lakin biz gərək izah eləyək tövhid nədir, şirk nədir, sünnə nədir. Tövhid məsələn qısa mənası ifradullah bil ibadə. İbadətlərdə Allahı təkləşdirmək. Bütün ibadətləri yalnız Allah üçün etmək. Bilmək ki, Allah Taala təkdir və ibadətlər də onun haqqıdır. Nədir la ilahə tövhid? La ilahə illallahın mənası. Allahdan başqa ibadətə layiq olan heç bir haqq məbud yoxdur. Qısa olaraq bu. İzah eləmək lazımdır ki, bax qardaş, əgər sən la ilahə illallah deyirsənsə, sən deyirsən ki, mən şahidlik edirəm ki, Allah təkdir, onun heç bir şəriki yoxdur və bütün ibadətlər onun haqqıdır. Namazımı, orucumu, zəkatımı, sədəqəmi, bütün ibadətlərimi yalnız onun razılığı üçün edəcəm və bu ibadətlərdə ona heç kəsi şərik, ortaq qoşmayacam. Həmçinin ortaq qoşmaq olmaz, şərik qoşmaq olmaz deyəndə, dəyərli qardaşlar, insanlara başa salmaq lazımdır. Məsələn, alimlər deyirlər ki, şirkin tərifində, birinci özümüz bunu bilək, qısa olaraq tərifdir. Şirkin tərifi odur ki, təsviyyətu qayrillahi billah fīmə huve min xasaisillah. Allaha xas olan şeylərdə Allahdan qeyrisini Allaha tay tutmaq, bərabər tutmaq. İndi bunu insana izah eləyəndə, bir müsəlmana izah eləyəndə demək lazımdır ki, qardaş, Allaha xas olan şeylər nədir? Bax, namaz Allah üçün qılınır, qurban Allah üçün kəsilir. Necə şeyx burada qeyd elədi və ya qeyd eləyəcək? Qurban Allah üçün kəsilir. Allahdan qeyrisinə qurban kəsmək olmaz. Məsələn, qurban kəsəndə demək olmaz, misal üçün, məsələn, ya Əli və ya Muhammed və ya Hüseyin, ya Fatimə və ya məsələn filan kəs demək olmaz. Nə deməlisən? Deməlisən Bismillah. Allahın adı ilə Allahu Akbar, Allah ən böyüdür. Çünki Allah onu sənə nəsib edib. Allahdan qeyrisinə kəsməyin artıq Allahdan qeyrisini Allah yerinə qoymağındır. Həmçinin dua eləyəndə Allaha dua eləməlisən. Bunlardan hər hansının birini Allahdan qeyrisinə sərf etsən, o zaman sən Allaha ortaq qoşanlardan sayılırsan və bunun da bəlası nədir, müsibəti nədir? Allah səni cənnətinə deyil, cəhənnəminə salacaq. Necə burada biz Maidə surəsi 72-ci ayəni qeyd elədik. Həmçinin deyəndə insanlara ki, məsələn, Muhammed sallallahu aleyhi ve səlləmin sünnəsinə tabi olmaq lazım. O başa düşmür sünnə nədir? İzah eləmək lazımdır, qardaşlar. İzah eləmək lazımdır ki, sünnənin lüğəti mənası, yəni yol deməkdir. Onun yolun getməlisən. Şəri mənası nədir? İbadətləri necə Muhammed sallallahu aleyhi ve səlləm edib, sən də onun kimi etməyə çalışmalısın. Onun kimi eləyə bilməyəcək. Bəli, bəzi adamlar deyir ki, biz peyğəmbər ola bilmərik, biz sahabələr ola bilmərik. Bəli, olmayacaq. Lakin onlara oxşamaq bizə əmr olunur, baxın. Allah Taala bildirir ki, Nur surəsində səhv etmirəmsə, və in tuti'uhu tehtadu. Ona tabi olsanız, onda doğru yolda olarsınız. Həmçinin Allah Taala onun sahabələrinin yoluna tabi olmaqdan buyurur ki, وَاتَّبِعْ سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ. Mənə üst tutanların yoluna tabi ol. Allaha ən gözəl şəkildə üst tutanlar kimlər olub? Muhammed sallallahu aleyhi ve sellem, ondan sonra onun əhl-i beyti, həmçinin əhl-i beyti sahabələrdəndir və sonra əhl-i beytindən olmayan sahabələri. Ən gözəl şəkildə Allaha üst tutanlardır. Biz ən birinci Muhammed sallallahu aleyhi ve sellemə, sonra onlara ittiba eləməliyik, onların yolu ilə getməliyik. Deyirsən ki, məsələn, bax qardaş, yəni sünnəyə tabi olmaq o deməkdir ki, necə Muhammed sallallahu aleyhi ve sellem eləyib, sən də elə. Məsələn, deyir ki, sallu kəmə rəaytumuni usalli. Mən necə namaz qıldım, siz də elə namaz qılın. Bax, onun kimi namaz qılmalısan, yəni öyrəd insanlara ki, bax, namazı onun kimi qılmalısan. Namaz qılanda sağ əli qoymalısan sol əlin üzərinə. Çünki o belə eləyib. Həmçinin orucu o necə tutub, onun kimi oruç tutmalısan. Həmçinin onun həyatına uyğun öz həyatını tənzimləməlisən. Bax, bu sünnəyə tabi olmaq deməkdir. Bütün ibadətləri onun kimi eləməyə çalışmalısan. Ne üçün onun kimi? Muhammed sallallahu aleyhi ve sellem kimi? Çünki Allah bizə öyrədib ki, onun kimi etməsəz, əməlləriniz qəbul olmayacaq. Ona görə, qardaşlarım, həmçinin insanlara öyrətmək lazımdır ki, Allahın qatında əməllər, ibadətlər iki şərt üzərində qəbul olunur. Əgər bir ibadətdə iki şərt olmasa, o ibadəti Allah Taala qəbul etməz. Hansıdır o iki şərt? Əməl, o ibadət, o söz xalis Allahın rızası üçün olmalıdır. Orada şərik olmamalıdır. Kimisə Allaha ortaq qoşmamalısan o əməldə. Bu birinci. İkinci,
Muhammed sallallahu aleyhi və səlləm necə göstərib, özü necə edib, bax elə etmək lazımdır. Əks halda əməllər Allah qatında qəbul olunmayacaq. Çox insanlar əməl eləyirlər və deyirlər ki, İslam üzərindədir. Onlar İslam üzərində deyil həqiqətdə. Allah Teala buyurur ki: "Və qadimna ila ma amilu min amalin feca'alnahu haba'an mansura." Qiyamət günü dağlar boyda əməllərlə gələcək insanlar. Onların əməllərinə baxıldıqdan sonra göydə uçan toz dənələri kimi Allah Teala onları məhv eləyəcək. Niyə görə? Çünki Allahın rızası üçün olmayıb və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi üzərində və göstərişi üzərində olmayıb. Və sonra burada dəyərli qardaşlar, ikinci məsələdən danışır, yəni Şeyx Muhammed Abdülvahhabın ikinci sözündən danışır Şeyx Ubeyd el-Cəbri, buyurur ki: "Thumma sara al-amru ila ma sar." Sonra məsələ, yəni olan oldu. Allah şirki açıq-aydın izah etməsinə baxmayaraq, ixlası açıq-aydın izah etməsinə baxmayaraq, həmçinin Muhammed sallallahu əleyhi və səlləm ümmət bu məsələdə azdılar, şirkə düşdülər, ixlası tərk elədilər. Sonra buyurur ki Şeyx Ubeyd el-Cəbri, yəni nə deməkdir bu kəlmə? Ənə inhirafə hədiyil ümmə anit-təvhid ilə şirk səbəbuhu el-guluvu fi salihin. Ümmətin tək Allaha ibadət eləyib şirkə düşmələrinin əsas səbəbi salih insanların haqqında guluv etmələridir. Guluv nədir? Həddi aşmalarıdır. Kəmə hədəsə qablə Nuhin aleyhissalam. Necə ki, misal gətirir, Nuh aleyhissalamdan öncə belə idi. Nuh aleyhissalamdan öncə belə olmuşdu. Yəni Allah Teala Nuh aleyhissalamı peyğəmbər göndərməmişdən qabaq. Fə innə qavməhu, Nuh aleyhissalamın qövmü savvaru ricalen salihin. Salih insanların şəkillərini çəkdilər, onların surətlərini, bütlərini düzəltdilər. Və hum, o salihlər də kimlərdir? Vad, Suva, Yağuz, Yauq, Nasr adında salih kişilər idi. Bu barədə də Allah Teala elə Quran-ı Kərimdə Nuh surəsində buyurur ki, onlar Allaha ortaq qoşanlar öz qövmlərinə dedilər ki, وَلَا تَذَرُوا وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَصْرًا. Tərk eləməyin. وَلَا تَذَرُوا آلِهَتَكُمْ. İlahlarınızı tərk eləməyin. İlahlar da kimlərdir? Elə adı keçən bu insanlar. Vad, Suva, Yağuz və Yauq və Nasr. Bunlar həqiqətən də salih insanlar olurlar. Allaha ibadət eləyən salih insanlar olurlar. Lakin o zamanki bu salihlər dünyasını dəyişdilər, vəfat elədilər. Şeytan bunların qövmünə gəldi, vəsvəsə verdi ki, onlar salih insanlar olublar. Siz onların şəkillərini çəkin, surətlərini düzəldin, onları unutmamaq üçün. Yəni, unutmayasınız onları. Və onların şəkillərini görəndə sizin ağlınıza gəlsin ki, bunlar salih insanlar idi, Allaha ibadət eləyənlər idi, aktiv ibadət eləyənlər idi. Siz də onlar kimi olun. Və bu vəsvəsəni verdi. Təbii ki, onlar da belə elədilər. Sonra fələmmə nusiyəl ilmu və hələkə as-salihun. Həmin vaxtda onların içində salih insanlar var idi və elmli insanlar var idi. Şeytan o salihlərin şəkillərini çəkdirəndən sonra fikir versəz burada birbaşa gəlib onlara demədi ki, bunlarla Allaha yaxınlaşın və ya bunları Allaha ortaq qoşun. Çünki şeytan elmlidir, alimdir, bilir ki, onlar bunu qəbul eləməzdir. Çünki orada elmli insanlar da var idi, salih insanlar da var idi. Qəbul eləməzdilər bunu. Mərhələ ilə. Gəldi onlara dedi ki, gedin sonra onların yanında, onların şəkillərinin yanında oturun, onları xatırlayın. Sonra bir başqa mərhələdə gəldi, dedi ki, gedin onların yanında Allaha yaxınlaşın, çünki onlar salih insanlar olurlar və s. Və bunu nə vaxt elədilər? Onlar, yəni şeytan onlara nə vaxt vəsvəsə verdi? O zaman ki, onların içində salihlər də dünyasının dəyişdiyi yerdə qalan salihlər və elm unuduldu, artıq insanlar başladılar o qəbirlərə, bu salih insanlara ibadət eləməyə. Artıq onların özünə ibadət eləyirdilər. Ne üçün Şeyx Ubeyd el-Cəbri bunu gətirir? Salih olsalar belə, onlar haqqında guluv eləmək olmaz. Onları şişirtmək olmaz. Nə qədər salih insanlar olursa olsun, onların qəbirlərinin yanında Allaha ibadət eləmək. Hətta Allaha ibadət eləsən, Allaha səcdə eləsən, Allaha qurban kəssən belə, onların qəbrinin yanında eləmək olmaz. Onların qəbrinin yanında eləmək olmaz. Muhammed sallallahu aleyhi ve sellem ümmətə buyurur ki, bu sahabələr nə deyib? Ümmətə ayətdir.
La tutruni kema atratin nasar ibn Meryem. İnnemə ənə abdun fəqulu Abdullahi və Rasuluh. Nəsranilər Məryəm oğlu İsanı şişirtdikləri kimi siz də məni şişirtməyin. Deyin ki, Allahın qulu və Rasuluyum. Yəni şəhadət gətirəndə deyin ki, əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammədən abduhu və rasuluh. Mən şahid edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və şahid edirəm ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və rasulun. Ne üçün qul və rasul dəyərli qardaşlarım? İbn Qayyim buna toxunur, buyurur ki, abudun, yəni quldur, la yu'bəd, ona ibadət olunmaz. Və rasulun, Allahın rasuludur, la yükəzzəb, yalancı sayılmalı. Demək olmaz ki, yalancıdır və s. necə? Öz qövmündə Muhammed sallallahu aleyhi ve sellem ona yalancı, sehirbaz, kahin və s. bu cür batil sözlər deyirdilər. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, məndə belə həddinizi aşmayın. Qul la əmliku li nəfsi nəf'an və la darran illə mə şə'allah. Və ləv kuntu a'lamul gayb ləstəktərtu minəl xayr və mə məssəni yəsu. İn ənə illə nəzirun və bəşirun li qavmin yu'minun. Allah Teala nə deyir? De ki, mən özüm üçün bir xeyrə və zərərə qadir deyiləm. Allahın istədiyindən başqa. Əgər mən qeybi bilsəydim, özüm üçün xeyri çoxaldardım və mənə pislik toxunmazdı. Bu hələ sağlığında Allah Teala bu ayəni onu nazil eləmişdi. O öləndən sonra, dünyasını dəyişəndən sonra gedib onun qəbrinin yanında Allaha dua eləmək. Məsələn, görürsən, bəzən Mədinəyə gedən insanlar, Muhammed sallallahu aleyhi ve sellem məscidini ziyarət edən insanlar görürlər. İnsanlar qibləni qoyublar. Birisi qiblə dua eləyəndə yaxşıdır ki, insan qibləyə yönəlsin, namaz qılanda qibləyə yönəlsin. Bəzi insanlar qibləni qoyub, əksinə Muhammed sallallahu aleyhi ve sellemin qəbrinə namaz qılır. Təbii ki, bunu orada qadağa eləyirlər oranın işçiləri. Bəzi insanlar üzün onun qəbrinə tutub dua eləyir, çağırır ki, məsələn, Ya Rasulallah, Ya Rasulallah, biz səninlə Allaha yaxınlaşırıq. Bu belə olmaz, bu qadağandır, bu Allaha ortaq qoşmaqdır. Muhammed sallallahu aleyhi ve sellem sağlığında özünü Allaha ortaq qoşanlara qadağa eləyirdi. Qaldı ki, o dünyasını dəyişəndən sonra bunu eləmək olmaz. O bildirir ki, məni belə Allaha ortaq qoşa bilməzsiniz. Məni o dərəcəyə çatdırmayın ki, o dərəcədə şişirtməyin ki, hətta mənə Allaha ortaq qoşasınız. Hətta özü Muhammed sallallahu aleyhi ve sellem İmam Malikin Muvattasında gələn hədisdə buyurur ki, dua eləyib Allah Teala'ya. Allahümmə la təcəl qabri və sənən yu'bəd. Ey Rəbbim, qəbrimi ibadət olunan bütə çevirmə. Allah Teala qoruyub. Və bugün Muhammed sallallahu aleyhi ve sellemin qəbri elə yerdədir ki, insanların əli ona çatmır. İbnül Qayyim rahimahullah bu barədə Nuniyyəsində beytlər də qeyd eləyib, buyurur ki, فَأَجَابَ رَبُّ الْعَالَمِينَ دُعَاءَهُ فَأَحَاطَهُ بِثَلَاثَةِ الْجُدْرَانِ. Aləmlərin Rəbbi olan Allah onun duasına cavab verdi və onun qəbrini 3 dənə divarla örtdü. Bilirsiniz, Muhammed sallallahu aleyhi ve sellemin qəbrinə çatmaq üçün bir neçə divardan keçməlisən. Və bu da inşallah mümkün deyil və qiyamətə qədər də mümkün olmayacaq. Burada Şeyx Ubeydəl Cəbri buyurur ki, ümmətin azmasının əsas səbəbi salih insanları həddindən artıq şişirtməkdir. Həddindən artıq şişirdib, onları Allaha ortaq qoşmaqdır. Ona görə dəyərli qardaşlar, biz bugün insanlara deyirik ki, salih insanlar, məsələn imamlar, peyğəmbərlər, sahabələr, salihliklərində hansı dərəcəyə çatırlarsa çatsınlar, onlara Allaha ortaq qoşa bilməzsən. Məsələn, sən dua eləyəndə çağırmamalısan ki, ey imam, ey peyğəmbər, evlad istəyən var, mini istəyən var, darda olan var, çətinlikdə olan var, sən ona yardım elə. Hətta bəziləri belə deyirlər ki, artıq biz imamları Allaha vasitə tutmuruq, biz elə birbaşa imamların özündən istəyirik. Ne üçün? Çünki Allah Teala imamlara elə bir güc, qüdrət verib ki, yəni onlar evlad verə bilirlər, insanların sıxıntılarını aradan qaldıra bilirlər. Məsələn, insanların müşkilətlərini, sıxıntılarını aradan qaldıra bilirlər. Məsələn, birinə sual verirlər, yəni onların dırnaqarası elm tələbəsinə ki, mən necə eləyim ki, ağamı ziyarət edeyim, yəni İmam Hüseynin qəbrini gedim ziyarət edeyim. O da deyir ki, İmam Hüseynin anasından xahiş eləsin, anası da balasına, yəni İmam Hüseyin, Allah onların hamısına razı olsun, təbii ki, bunlar batil şeylərdir. İmam Hüseynin anası imamdan xahiş etsə, o da anasının sözünü yerə salmaz. Kim onun qəbrini ziyarət eləmək istəyirsə,
icazə verər ki, o gəlib onun qəbrini ziyarət etsin. Təsəvvür edin, dəyərli qardaşlar. Birincisi, adam deyir ki, sən Allahdan qeyrisin. Yəni, İmam Hüseynin anasını çağır, ondan xahiş elə, o da təbii ki, dünyasını dəyişib, yəni 1400 il bundan əvvəl. Ondan xahiş elə, o da öz oğluna desin, o sənə icazə versin. Fikir verirsiniz? Yəni, o dünyasını dəyişib, heç nəyə qadir deyil. Sən onu dua eləyib çağıracaqsan. Allah Teala deyir ki, وَقَالِ رَبُّكُمْ مُدْعُونِ أَسْتَجِبْ لَكُمْ Rəbbiniz xəbər verdi ki, mənə dua eləyin, mən sizə cavab verim. Dua Allah'a olmalıdır. Birinci anasını çağıracaqsan, anası da İmam Hüseynə deyəcək, o da onun sözünü yerə salmayacaq. Təsəvvür edin, yəni insanlar quluvda, həddi aşmaqda hansı dərəcəyə çatıblar. İmamları yəni Allahın dərəcəsinə qaldırıblar. Hətta bəziləri iddia edirlər ki, dəyərli qardaşlarım, yəni bunlar yalan deyil, onların öz dilləri ilə yəni çıxışları var. Deyirlər ki, Allah öz Allahlığını verib İmam Hüseynə, İmam Əliyə, yəni imamlar artıq Allahın işlərini görürlər. Onlar öldürə bilir, dirildə bilir, dünyaya evlad gətirə bilər, insanların ruzlarını artıra bilərlər, ruzlarını azalda bilərlər. Fikir verirsiniz? Yəni, vallahi bu açıq aydın bir bəladır, xusrandır, ziyandır. Belə eləyən insanlar qiyamət günü yəni, nicat tapmayacaqlar. Vallahi nicat tapmayacaq belə insanlar. Allah Teala necə qeyd elədi? İnnehu men yushrik billah faqad harramallahu alayhi'l cennə. Allah Teala kim ona ortaq qoşsa, Allah ona cənnəti haram eləyib. Bunlar açıq aydın ortaqdır. Məsələn, adam deyir ki, İmam Əlini çağırıb ondan istəmək Allaha ortaq qoşmaq deyil. İmam Hüseyni çağırıb ondan istəmək Allaha ortaq qoşmaq deyil. Yəni, İmam Əlini çağırıb istəmək hansısa taksi şofirinə deməklə eyni şeydir ki, məsələn, deyirsən ki, ey taksi şofiri, məni Əzbəyova apar, o da səni aparır. Bu, İmam Əlini çağırmaq kimi eyni şeydir. Təsəvvür edin, adam yəni azğınlıqda hansı dərəcə satıb. Sən gedirsən, həkimə deyirsən ki, məsələn, mənə kömək ol, mənə dərman ver, mənə sağalt. Həkim də səni sağaldır. Eyni ilə imamdan istəyirsən, orada da şirk yoxdur. Necə sən həkimdən istəyən, bu da şirk sayılmır. Yəni, sən həkimdən istədiyin şeyi, həkim qadirdir axı. Sənə dərman verə bilər, sənə resept yaza bilər. Məsələn, taksi şoförü, bəli, sən dediyin kimi səni Əzbəyov apara bilər, xalqlar dostluğuna da apara bilər, istəsən, Sumqayıta da gətirə bilər. Çünki onu bacarır. Amma İmam Əli dünyasını dəyişib, bax, İmam Hüseyin dünyasını dəyişib. Onun xüsusi bir qüdrəti yoxdur. Muhammed sallallahu aleyhi ve sellem də bu yoxdur, onların babalarında, ümmətin rəisində bu yoxdur. Qaldı ki, onlarda necə olacaq. Ona görə dəyərli qardaşlar, yəni salihləri o qədər sevmək lazım deyil ki, hətta həddə aşıb onlara ibadət eləyəsən. Allah Teala Bəqərə surəsində buyurur ki, وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللّٰهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ وَالَّذ۪ينَ آمَنُوا أَشَدَّ حُبًّا لِلّٰهِ el-ayə. İnsanların içində elələri var ki, Allahdan qeyrilərini Allahı sevdikləri kimi sevirlər. Lakin möminlərin, Allaha iman gətirənlərin, Allaha olan sevgisi onların öz ilahlarına olan sevgisindən daha üstündür. Bugün vallahi baxırsan, imamları o dərəcədə sevirlər ki, yəni Allahdan üstün dərəcəyə qaldırıb. Necə bunu görürsünüz? Olmaz belə. Olmaz belə. İnsan ən çox Allahı sevməlidir. Ən çox Muhammed sallallahu aleyhi ve sellem'i sevməlidir. Sonra salihləri. Hətta sevsən belə sevgidə həddini aşmamalısan. Sevgi qeydli olmalıdır. Qeydli şəkildə olmalıdır. Yəni qeydli o deməkdir ki, kimi sevirsənsə, yeri gələndə Allahın sevgisini ondan üstün eləməlisən. Amma bugün görürsən ki, elə deyil. Allah qorusun hər birimizi dəyərli qardaşlar. Ona görə şeyx qeyd edir ki, yəni salihlərdə həddi aşmaq olmaz. Sonra burada buyurur ki, İnnə şeytan, Muhammed Abdülvahabın 3-cü sözü odur ki, İnnə şeytan azhara linnəs əl-ixlas fi surati tənəqqüsü salihin. Yəni, şeytan ixlaslı şəkildə Allaha ibadət etməyi necə göstərib insanlara? Salihlərə təhqir kimi. Bəli, belədir. Bugün deyəndə ki, qardaş, Allaha ortaq qoşmaq olmaz, qəbrə qurban kəsmək olmaz, qəbrin yanında namaz qılmaq olmaz, imamlardan istəmək olmaz, imamları Allaha ortaq qoşmaq, şərik qoşmaq olmaz deyəndə o deyir ki, bunlar imamları sevmirlər, bunlar imamları təhqir edirlər. Yox, qardaş, imamları sevirik, imamlara böyük hörmətimiz var, evladlarımıza onların adlarını qoyuruq, onların yollarını gedirik. Amma onları sevmək o demək deyil ki, sən gəlib onun qəbrin yanında qurban kəsməlisin. Bir şey yoxdur. Qurban elə evində, həyətində,
həyat bacamda kəs bismillah, Allahu akbar deyi və salam. Mütləq qurban kəsəndə mən deməliyəm ya Hüseyin və ya Əliyi olmaz. Deyəndə ki, Allaha ibadət etmək lazımdır, onlar deyirlər ki, salih insanları təhqir edirlər. Bunlar imamları sevmirlər, bunlar imamlara hörmətsizlik edirlər. Və bizi də xüsusən elə tanıtırlar. Boş söhbətdir. İmamları sevirik. Allah onlardan razı qalsın, razı olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem öz nəvələri üçün, Həsən və Hüseyin üçün deyir ki, Əl-Həsən və Hüseyin seyyidə şəbəbi əhlil cənnə. Həsən və Hüseyin cənnət gənclərinin ağalarıdır. Başqa hədisdə deyir ki, onları sevmək imandan, onları sevməmək nifaqdandır. Münafiqlərin əlaməti onları sevməmək. Biz onları sevirik. Amma onları sevmək, onları Allaha ortaq qoşmaq mənasına gəlmir. Fikir versiniz, şeyx nə deyir? Deyir ki, insanlara bugün şeytan elə göstərib ki, tək Allaha üçün namaz qılmağı, tək Allah üçün qurban kəsməyi, ömrünü tək Allaha sərf eləməyi, yəni dua eləyəndə ey Rəbbim mənə ruzu ver, ey Rəbbim işlərimi asanlaşdır demək salihlərə təhqir kimi başa düşüblər. Mütləq deməlisən ki, ey Rəbbim İmam Hüseynin xətrinə mənə ver və İmam Əlinin xətrinə mənə ver və ya Fatimənin xətrinə ver. Belə deməlisən ki, onlara hörmətdən sayılsın. Yoxdur belə şey. İmam Hüseyin özü deməzdi ki, ey Rəbbim babam Peyğəmbər Muhammedin xətrinə mənə ver sallallahu aleyhi ve sellem. Çünki olmaz. Peyğəmbər ona babası elə öyrətmişdi ki, o bilirdi ki, belə eləmək düzgün deyil, belə eləmək olmaz. Ona görə dəyərli qardaşlar, bilmək lazımdır ki, salihləri sevməyin bir yolu, bir qaydası var. Salihlərdə həddi aşmaq olmaz. Və sonra burada şeyx danışır, bildirir ki, insan gərək Allaha ixlaslı şəkildə ibadət eləsin. Necə əvvəldə qeyd elədik. Və inşallah bununla kifayətlənək. Allahdan istəyirik ki, Allah Teala bizi özünə ixlaslı şəkildə ibadət eləyən və şirkdən çəkinən qullarından etsin. Vəlhamdülillahi Rabbil ələmin.